Salam dostlar. Bugün biz Changan Kuan A05 modelini səsin, yəni salondan gələn maşını az xodlayanda, yerindən tərpədəndə səsin necə kəsmək lazımdır, onu göstərəcəm sizə. Avtomobilimizi açaq. Hə dostlar. Bu nə deməkdir? Yəni avtomobil getdikcə, yəni xodda olan zaman, ayağınızı qazdan çəkdikcə, maşın asta-asta tərpəndikcə yerində, maşının salonundan və bayırdan səs gəlir. Bunu nə üçün qoyublar? Bunu qoyublar ki, avtomobil yolda gedən insanları özü gəlməsi barəsində məlumat versin. Yəni tokla işlədiyinə görə çox adam eşitmir avtomobili. Bu mahnı çölə vurur və insanlar eşitdikcə bilirlər ki, yəni arxadan avtomobil gəlir. Bunu necə eləmək olar ki, yəni belə deyək, bu mahnı içsin. Bunun üçün biz avtomobili işə salırıq. Təbii ki. Və bir də xatırladım ki, bunu siz hər dəfə avtomobili işə salanda eləməlisiniz. Amma rahat bir yolu var, yəni göstərəcəm indi sizə. Daxil olursunuz bura. Gördüyünüz kimi. Haradaydı bu? Bir saniye. Bəli, burada. Custom'a daxil olursunuz. Və bunu seçirsiniz. Low speed warning sound. Yəni asta xodda mahnının səsi. Belə təxmini tərcümə olunur. Bunu qoyursunuz və ulduz işarəsini basırsınız. Ulduz işarəsini basanda belə bir şey gəlir. Və hər dəfə bura girməyə ehtiyac yoxdur. Bunu bağlayırsınız. Maşını hər dəfə xodlayanda sadəcə ulduz işarəsini basırsınız. Ulduz işarəsini basanda belə bir şey gəlir, yazı gəlir və maşın, avtomobil o səs, həmin o mahnı itir. Salonda da, bayırda da. Düzdür, bunu fikirləşiblər ki, insanlar daha yaxşı eşitsin, bayırda gələn, gəzən zaman maşını eşitsin. Amma çox adama sürücülər də bu, belə, necə ruslar demişsə, razdrajat eləyir, yəni sinirlərinə toxunur. Onun üçün də ki, söndürmə qaydasını göstərəm. Yeni də seçim süzündür. Çox sağ olun, təşəkkür edirəm, abunə olun, kanalıma zəhmət olmasa like qoyun, sağ olun.